Bu yandırdığımız nədir? Bu sadece taxtadır. İlk yandırdığımız. Sonra palıdın göbələyi var. Arı üçün ən xeyirli, baykozun da düşmən deyil. Yəni deyilir. Palıdın göbələyi. Palıdın göbələyi bəli. Onu necə əldə edirsiniz? Palıdın göbələyi elə ki, hər palıdda olmur. Arası əsirlik yaşını bitirən palıdlarda bu göbələk olur. Onu oradan yığırsınız? Oradan yığırıq, gətiririk evə, quruduruq. Qurudub, yəni ki, tüstü üçün lazımat əldə edirik. Arı nəyə görə tüstüdən insan üstünə hücum çəkmir? Arılarda elə ki, hərbi qrupu kimi, necə ölkə basqını verən vaxtında, ölkə hərbi xidmət vətənini qoruyanda kimi, arılar da öz anasını qorumaq üçün ananın ətrafına yığılırlar, müdafiə üçün. Bir yaşlıqda ana arısı itirilirsə, elə ki, bir ölkə yoxdur da.